Salam əziz uşaqlar. Ə, Deməli, sizlərlə ayın 9-da keçirilən 5-ci sinif Lənət Liseyinin MC2-sini suallarına birlikdə baxaq. Deməli, mətnimizlə tanış olaq. İlk 5 sualımız mətndən ibarətdir. Ümumiyyətlə, mətnləri işləyən zaman mətnlərə diqqətlə oxumaq, anlamaq və altından xətt çəkilən sözlər varsa onlara diqqət etmək, yəni nöqtələr qoyulubsa onlara fikir vermək, yəni bu sualları biz oxuduğumuz zaman onları axtarmaqda çətinlik çəkmir. Yəni mətni çox diqqətli oxumaq lazımdır ki, sualları rahat işləyə bilək. Gəlin mətnimizi oxuyaq. Hər birimiz gün ərzində dəfələrlə əl sıxıb salamlaşırıq. Bu salamlaşma formasının qədim tarixi var. Qədimdə kişilər özləri ilə silah gəzdirərdilər. Hər zaman döyüşə hazır olmaq üçün onlar silahı sağ əllərinə tutardılar. Amma xoş məqsədlə görüşəndə silahı sol ələ keçirər, sağ əllərini bir-birinə uzadardılar. Bununla da onlar sülh niyyəti ilə görüşdüklərini nümayiş etdirərdi. Salam sözünün özü də sülh, əmin-amanlıq deməkdir. Bir çox xalqların özünə məxsus salamlaşma adətləri də var. Hindistanda hindlilər salamlaşarkən hörmət əlaməti olaraq ovucularını bir-birinə sıxır və əllərini sinəyə tuturlar. Qədim tarixə malik Hindistanda bu cür salamlaşmanı namist adlandırırlar. Türkiyədə uşaqlar və gənclər yaşlılarla salamlaşarkən xüsusi hörmət göstərir, nəzakət nümayiş etdirirlər. Onlar əyilib böyüyün əlini öpür və alnlarına qoyurlar. Yaponlar salamlaşarkən bir-birinə baş əyirlər. Onlar öz böyükləri və müəllimləri ilə görüşərkən başlarını daha çox əyirlər. Göründüyü kimi salamlaşma adətləri müxtəlifdir. Amma onların məqsədi eynidir. Görüşərkən qarşıdakı adama hörmət ifadə etmək. Mətnimizlə tanış olduq. İndi isə gəlin suallarımıza baxaq. Deməli, birinci sualımızda qədimdə kişilər salamlaşarkən silahı sol ələ keçirir və sağ əlini uzadırdılar. Bu hərəkətin məqsədi nə idi? Deməli, hərəkətin məqsədi biz mətndə oxuduq ki, əgər sol ələ keçirirlərsə, bu sülh əlamətidir. Yox, əgər sağ əllərində tutardılarsa, deməli, bu yaxşı əlamətə işarə deyildi. Deməli, burada cavabımız C variantı olacaq. Birinci sualda cavabımız C variantı olacaq. Sülh niyyətini nümayiş etdirmək üçün. İkinci sualımızda tanış olaq. İkinci sualımızda isə qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün verilməmişdir. Deməli, birinə göstərən ehtiram, sayğı, burada işarələrə diqqət edirik. Deməli, bu nədir? Hörmət, birinə göstərilən, deməli, nə qeyd etdilər? Ehtiram, sayğı, deməli, doğrudur. Deməli, dairəyə baxaq. Dairədə nə verilir? Qədim tarixi var. Qədim sözünə baxırıq. Deməli, qədim sözü nə deməkdir? Köhnə zamanlara, çox uzaq keçmişə aid olan, deməli, doğrudur. Kvadrat işarəsinə baxırıq. Kvadratımızda nədir? Keçirmək. İndi mənasına baxaq, nə verir? Bir müddət bir yerdə yaşamaq, qalmaq. Xeyr, yanlışdır. Deməli, burada bizə C variantını yanlış verir. Deməli, cavabımız nə olacaq? C variantı bir müddət bir yerdə yaşamaq, qalmaq. Digərinə də baxaq, məqsəd, mərəm, niyyət sözüdür. Yəni, qeyd etmişlər, mətndə niyyət sözünün qarşısında üst bucaq, məqsəd, mərəm deməkdir. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş ənənə, bu isə adət sözünün qarşısında verilmişdir. Ona görə də cavabımız C variantıdır. Sonra baxırıq. Deməli, üçüncü sualımızda isə qədim zamanlarda salamlaşma nəyin göstəricisi idi? Deməli, qədim zamanlarda qorxunun, üstünlüyün, sülhün və etibarın, təhlükənin. Biz burada dedik ki, qədim zamanlarda deməli, salamlaşma, sülhün və etibarın göstəricisi idi. Dördüncü sualımızda tanış olaq. Dördüncü sualımızda nə deyir bizə? Deməli, beşinci sualımız burada, dördüncü sualımız buradadır uşaqlar. Bu dəqiqə baxaq dördüncü sualımıza. Mətndə rəqəmlə verilmiş sözlərdən biri məcazi mənalıdır. Baxaq görün mətndə rəqəmlə verilmiş sözlər hansılardır? Deməli, birinci sözümüz mətndə hansıdır? Diqqətlə baxaq. Deməli, burada mətndə rəqəmlə verilmiş sözlərimizə diqqət etsək, görərik ki, üçüncü sözümüz gənc sözüdür, dördüncü göstərir sözüdür,
Beşinci sözümüz əyirlər sözüdür. Və ikinci sözü, ikinci sözümüz tutardılar sözüdür. Əlində tutardılar mənasını da verir. Əl sıxma. Həqiqətən də əli sıxırıq. Deməli, bu həqiqi mənadadır. Sağ əllərində tutardılar. Tutardılar da sözü uşaqlar burada həqiqi mənada verilib. Amma yəni tutmaq sözü ümumiyyətlə həm həqiqi, həm məcazi mənada işlənən sözlər sırasındadır. Çünki əgər sözünü tutmaq mənasında olsaydı, burada məcazi mənada işlənmiş olardı. Amma burada əlini tutmaq mənasındadır. Deməli, həqiqi mənada işlənib. İkinci sualımız, ikinci nömrəli, yəni sözümüz. İndi 3-ə baxırıq. 3-də nədir? Gənclər. Yəni, gənclər burada adi sözdür. Yəni, heç bir məcazilik yoxdur. Hörmət göstərmək isə burada artıq məcazidir uşaqlar. Hörmət göstərmək necə? Yəni, hörməti göstərə bilərsiniz, düzdür? Ona görə də bu sözlər məcazi mənada işlədilən sözlər sırasındadır. Baş əyməkdə, yəni biz bunu görə bilərik. Bir insan kiminsə qarşısında baş əyərək ona hörmət əlaməti olaraq öz hörmətini bildirmiş ola bilər. Amma hörmət göstərmək isə kiməsə durub hörməti göstərmək olmur. Onu sadəcə olaraq biz dərk edə bilərik ki, həmin qarşımızda şəxs bizə hörmət göstərmiş olur. Beşinci sualımıza tanış olaq. Mətnimizin sonuncu sualdır. Mətndə rast gəlinmir. Mətndə nəyə rast gəlinmir? Müxtəlif salamlaşma formalarından. Bəli, biz mətni oxuduğumuz zaman görürük ki, müxtəlif salamlaşma formalarından söhbət gedir. Hindistanda necə salamlaşırlar, Türkiyədə necə salamlaşırlar, yəni digər ölkələrin salamlaşma adətlərindən söhbət gedir. İkinci B variantına baxırıq. Bir çox xalqların salamlaşma adətlərini, bəli, bunu da deyirlər. Türkiyədə yaşlı insanlara münasibət, bu da var. Namaste sözünün lüğəvi leksik mənasını uşaqlar, deməli, namaste sözünü deyir ki, Hindistanda salamlaşma olaraq namaste deməli deyirlər. Burada da həmin cümləni sizə göstərim. Deməli, qədim tarixə malik Hindistanda bu cür salamlaşan namaste adlandırırlar. Amma bizə demir ki, namaste sözünün leksik mənası nədir? Deməli, bu mətndə bizə izah olunmur. Ona görə də cavabımız 5-ci sualda D variantıdır. 6-cı suala baxırıq. Cümlələrin birində məcazi mənalı ifadə yoxdur. Ümumiyyətlə, məcazi məna nədir? Məcazi məna, yəni həqiqi olmayan mənalardır. Yəni, biz onu təfəkkürümüzün məhsulu olaraq qəbul edirik. Deməli, onunla çox zarafat etməzlər. Xasiyyətcə çox ağır adam idi. Baxın, burada ağır adam sözü həm həqiqi, həm məcazi mənada işlənən sözlər sırasındadır. Ağır adam, yəni ağır adamdır, ağır yüktür, yüngül adamdır, yüngül yüktür və s. bu tip sözlər həm həqiqi, həm məcazi mənada işlənə bilən sözlər sırasındadır. Ağır adam burada xasiyyətcə, bir də burada deyir, xasiyyətcə. Əgər çəki baxımından ağır adam desəydi, onda burada ağır adam həqiqi mənada olardı. Amma bizə xasiyyətcə dediyinə görə bu cür sözlər burada məcazi məna kimi ifadə olunur. Deməli, A variantını silirik. Çünki A variantında ağır adam sözü məcazi mənadadır. A-nı silirik. B-yə baxırıq. Vətən üçün burnunun ucu göynəyirdi. Burada darıxmaq mənasındadır. Burnunun ucu göynəmək həm soyuqdan burnunun ucu göynəyə bilər, həm də darıxmaqdan burnunun ucu göynəyə bilər. Burada da soyuqdan burnunun ucu göynəmədiyinə görə burada məcazi mənada verildiyinə görə B variantında da məcaz vardır. Həkimin verdiyi dərman ağzına su alaraq içdi. Burada ağzına su almaq həm həqiqi, həm məcazi mənada işlənən sözlər sırasındadır və ağzına su almaq burada isə həqiqi mənadadır. Həqiqətən də biz ağzımıza su alıb içə bilirik bunu. Biz bunu gözümüzdə görürük. Əgər desəydi ki, məsəl üçün, həkim ağzına su alaraq oturdu, heç bir şey bizə söyləmədi, burada artıq məcazi mənada olmuş olardı. Çünki, yəni, burada ağzına su almaq, susmaq mənasında olar. Amma burada deyil, həkimin verdiyi dərmanı ağzına su alaraq içdi. Yəni, ağzına su alaraq dərmanı qəbul etdi. Deməli, burada cavabımız C variantı olacaq, çünki məcazi mənalı ifadə yoxdur. Digər variantımıza baxaq, oğlan hər şeyi bacarırdı. Onun qızıl əlləri. Qızıl əl necə ola bilər? Qızıl üzük ola bilər, qızıl sırğa ola bilər, qızıl və s. əşya ola bilər. Amma əl qızıldan ola bilməz. Qızıl xasiyyətdir, qızıl əldir, qızıl ürəkdir, qızıl insandır. Bunlar məcazi mənadadır. Ona deyilən bütün acı sözlər, sözün acısı olmaz. Acı hər hansı bir yemək olar, acı istiyot olar və s. Deməli, cavabımız C variantıdır. 7-ci suala baxaq. 7-ci sualda isə hansı söz hecalara səhv bölünmüşdür? Sözlərimizlə tanış olaq.
Deməli, quş üzümü sözündə ümumiyyətlə mürəkkəb sözləri hecalara bölərkən birinci növbədə bunu bilməliyik ki, mürəkkəb sözlərinin özünü ayırmalıyıq, ondan sonra hecalara bölməliyik. Yəni, quş üzümü sözündə quş üzümü, quş üzümü bu formada hecalara bölünməlidir. Quş üzümü, quş üzümü hecaya bölünür. Elə birinci sözümüz hecaya səhv bölünür. Pişik otu doğru bölünür. İt burnu doğru bölünür. İpək qurdu doğru bölünür. Dəvə quşu Y variantı da doğru bölünür. Deməli, cavabımız A variantıdır. 8-ci suala baxırıq. Aslı sözün son samitinin tələffüzünü nəzərə alaraq kitabı sözün aşağıdakı hansı bəhthə nöqtələrin yerinə yaza bilərik? Uşaqlar, bir şeyi bilmək lazımdır ki, deməli, son samitini nəzərə alaraq. Deməli, son samitdən sonra əgər samitlə başlanan şəkilçi və ya söz gələrsə, bu son samitimiz bizim kar tələffüz olunmalıdır. Deməli, burada q kimi tələffüz olunubsa, deməli, bundan sonra biz sait gətirməliyik ki, bu q kimi qalsın. Deməli, burada silirik. Biz kitabı sözünü yazmaq üçün hansına baxmalıyıq? Deməli, yemək kitabı sözünü qoysaq, bu ilk kimi tələffüz olunmalıydı. Deməli, bunu da silirik. Dilək kitabı, bunu demək üçün biz, deməli, dilək eləməliydik. Çünki sonu k ilə bitən sözlərə özündən sonra sait gəldikdə y kimi tələffüz olunur, samit gəldikdə ilk kimi. Burada y tələffüz olunduğuna görə deməli sait gəlməlidir. Deməli bunu da buna görə silirik. Deməli q'dan sonra sait gəlməlidir ki, bu q olduğu kimi qalsın. Deməli yeni də silirik. Bəli, alınma sözlərdə hüquq sözüdür bu. Alınma sözlərdə sonu q ilə bitən sözlərə samitlə başlayan şəkilçi və ya söz artırdıqla sondakı q səsini verir. Əgər sait gəlsəydi, q səsini vermiş olardı. Doğru cavabımız C variantıdır. Hüquq kitabı. Burada bu q kimi tələffüz olunduğuna görə doğrudur. Cavabımız 8-ci sualda C variantı. 9-cu sualımızla tanış olaq. 9-cu sual. Hansı birləşmənin aslı tərəfi yalnız kar samitlərdən ibarətdir? Ümumiyyətlə, bir şeyi yadınızda saxlayın ki, uşaqlar. Əgər bizdən samit, sait soruşursa, mütləq biz tələffüzə baxasıyıq. Mütləq tələffüzə. Yəni, biz sözün yazılışına baxmayasıyıq. Burada işıq şüası deyə tələffüz eləyəsiyik. İşıq şüası, burada hamısı kar samitdən ibarət olur. Diqqətlə baxaq. Palıd daha doğrusu ağacı çünki özündən sonra sahib gəlib. Burada hamısı cingiltili tələffüz olunur. Pələng, burada ç kimi deyirəm, amma burada l var, n var, burada b var, l var. Bunlar cingiltilidir. Mənə nə deyir? Deyir aslı tərəf. Aslı tərəf birinci tərəfdir. Yəni bu tərəfə baxıram. Ümumiyyətlə burada l və n var. Deməli bunu da silirəm. Soyuq su dediyimiz zaman bunu soyuq su deyəsiyəm. Amma burada nə var? Deməli, y samiti var. Bu hansı samitdir? Cingiltili samitdir. Bunu da silirəm. Sevinç. Burada ç kimi tələffüz etsəm də, burada n samiti və v samiti var. Ona görə də bunu da silirəm. Deməli, işıq şüası cavabımız A variantı. Hamısı kar samitdən ibarətdir. 10-cu suala baxırıq. 10-cu sualda müqayisə cədvəlinə əsasən altından xətt çəkilmiş sözlər əsasında doğru fikirləri müəyyən edin. Uşaq bağçası tələffüzümüz necə olacaq? Uşaq bağçası deyə tələffüz olunacaq. Q hərfi x kimi tələffüz olunacaq. Sözün sonundakı samit örf qarşılığına keçmişdir. Xeyr. Çünki doğru fikirləri bizdən istədiyinə görə buna diqqət edək. Öz qarşılığına keçmişdir. Ümumiyyətlə Q hərfinin 4 səslənmə formaları vardır. Q hərfi, K səsi, X səsi və Q səsi. Q hərfinin kar qarşılığı K səsidir. X, onun nədir? Digər səslənə biləcəyi səslərdir. Q samitinin kar qarşılığına keçmişdir. Bəli, 2 doğrudur. Q-nın kar qarşılığı hansı səsdir? X səsidir. Sonra kömək etmək sözündə kömək etmək, kömək y hərfi deyəsi özündən sonra sahib gəlib, kömək etmək kimi tələffüz olunacaq. Deyir ki, ç samiti kimi işlənmişdir, yanlışdır. Kar samitlə başlar, cingiltili samitlə bitir, doğrudur. Deyir 4-ü seçirik. Dodaqlanmayan samit, sait daha doğrusu, dodaqlanmayan sait işləmişdir. Bəli, burada ə saitdir, burada da A saitdir.
Bəli. Deməli 2, 4, bir də cavabımız yəqin ki, bu hansı 5 olacaq. Rəqəm düşməyib deyə burada çətinlik çəkdim biraz. Deməli yəqin ki, bu 5-dir. Deməli cavabımız olacaq B variantı. Cavab olacaq B variantı. 2, 4, 5. Orada rəqəm düşmədiyinə görə onu tam görə bilmədik. Bu yəqin 5-dir, bu da 6-dır. 2, 4, 5. 11-ci suala baxırıq. 11-ci sualda nədir? Sözlərdən birinin yazılışı səhv, tələffüzü düzgün verilmişdir. Yəni, sözün yazılışı səhvdir, tələffüzü düzgündür. Məşğələ sözü düz yazılıb, amma səhv tələffüz olunub. Mənim sualımın şərtini ödəmir, A-nı silirik. Yazılışımız səhv deyil. Sümbül sözü sümbül deyə yazılmalıdır. Sümbül. N ilə yazılır, M ilə deyilən sözlərdəndir. N samitindən sonra M və B samitləri gələrsə, N hərfi M kimi tələffüz olunacaq. Sümbül, sünbül yazılır, sümbül deyilir. Bizə deyil, birinin yazılışı səhv, tələffüzü doğru vermişdir. C variantı bizim doğru cavabımızdır. Məşhur sözü doğru yazılıb, hərəkat sözü doğru yazılıb, doğru tələffüz edilib, müftə sözü müftə deyə yazılıb, müftə deyə tələffüz olunub, doğrudur. Söz ortasında f, t hərf birləşməsi gəldiyinə görə bu sözlərdə, bu cür sözlərdə deməli f, t-nın ikinci bu t səsi tələffüz zamanı d-yə çevrilir. Yəni, bu da ona görə doğrudur. 12-ci suala baxırıq. Hansı nümunədə x samiti ğ kimi yazılmalıdır? Deməli, sözə baxaq, ocağın olmalıdır. Çünki sonu q ilə bitən sözlərdə ondan sonra sahiblə başlayan şəkilci gəldiyi zaman ocaq sözünə mən ını artırdığım zaman bu sondakı q hərfi ğ-ya çevriləcək, ocağın deyiləcək. Milli mənşəli sözlərdə. Mənə də deyil, x samiti ğ kimi yazılmalıdır. Deməli, burada ğ kimi yazılmalıdır. Digər variantlarımıza da baxaq. Otaq sözü doğru qeyd olunub. Əlvanlıq sözü doğrudur. Hazırlamaq sözü. Əslində bunlar yazılış olduğuna görə burada hazırlamaq yazılmalıdır, əlvanlıq yazılmalıdır. Ayaq üstü isə belə yazılmalıdır. Ayaq üstü. Ocağın isə A variantında yazıldığı kimi olmalıdır. Sonra digər testimizin suallarına baxaq. Deməli, Deməli, 13-cü sualımıza baxaq. Verilmiş sözlər üçün ortaq olmayan fikirləri seçin. Şifoner, memuar. Deməli, şifoner sözü o ilə yazılsa da tələffüzdə şifoner deyə tələffüz olunacaq. Şifoner bu cür tələffüz olunacaq. Memuar sözü isə müxtəlif cinsli qoşu saitli sözlərinin yazılışı qaydasıdır. Bu sözlər isə olduğu kimi yazılır, olduğu kimi tələffüz olunur. Deməli, deyir, ahəng qanuna tabe deyil, mənə ortaq olmayanı istəyir. Ona görə də burada diqqətli olacam uşaqlar. Hər zaman olmayandır, səhvdir. Bunları diqqətli olmaq üçün həmişə dairəyə alın, ya altını xəttləyin ki, o sizin gözünüzə dəysin hər zaman, o sualları oxuduğunuz zaman. Ahəng qanuna tabe deyil, ortaq fikrim olduğu üçün bunu silirəm. Bir mənə lazım deyil, variantlardan bir olanları seçirəm, silirəm. Çünki mənim bir doğru cavabım deyil, yəni mənim şərtimi ödəmir. Demək, tərkibində dodaqlanan sait iştirak etmir. Bəli, memuar sözündə dodaqlanan saitim var, şifoner sözündə isə yoxdur. Deməli, ikini seçirəm. Tərkibində həm kar, həm cingiltili samit var. Deməli, bu ancaq şifoner söz üçündür. Çünki memuar sözündə ancaq cingiltili var. Ona görə də 3-ü də seçirəm. Sait səslərdən heç bir uzun tələffüz olunmur. Bəli, bu ortaq fikir olduğuna görə bunu götürə bilmərəm. Qarşılığı olmayan cingiltili samit səslər var. Bəli, hər ikisində var. Cavabım 2 ilə 3-dür. 14-də baxırıq. Hansı cümlədə leksik mənası olmayan söz işlənmişdir? Ümumiyyətlə bilirik ki, sözlərin iki cür mənası var. Leksik mənası, qrammatik mənası. Leksik məna onun birbaşa ifadə etdiyi mənadır. Qrammatik mənası isə onun nitq hissəsidir.
Yəni, bəzi sözlər vardır ki, onlar ancaq qrammatik mənaya malikdir. Bu cür sözlər köməkli nitq hissələrində biz rast oluruq. Leksik mənası olan sözlər əsas nitq hissələridir. Əsas nitq hissələri də odur ki, yəni biz hər hansı bir sözü dediyimiz zaman onu başa düşürük. Yəni, mən qarşımdakı insana kitab deyirəm. Qarşımdakı insan başa düşür ki, mən ondan nə istədim. Deməli, bu leksik mənaya malik olan sözlərdir və ağla gələn ilkin mənası olan sözlərə leksik mənalı sözlər deyilir. İgidlərimiz vətən üçün canlarına keçsə, biz burada üçünü görürük. Yəni, üçünün heç bir leksik mənası yoxdur. Qarşımızdakı şəxsə bir üçün sözü ilə, ancaq, amma və bu cür sözlər desə, onun mənası yoxdur. Bilməz ki, bu nədir? Ona görə də bu cür sözlər qrammatik mənaya yalnız malikdir, leksik mənası yoxdur. Cavabımız A variantı. Digər sözlərə də baxaq. Ətraf mühiti qorumaq borcumuzdur. Hər hamısının leksik mənası var. Şagirdə kitabxana toplaşdılar. Hamısının leksik mənası var. Biz səhər idman etdik. Hamısının leksik mənası var. Axşam bərk yumşaq çapdı. Hamısının leksik mənası var. 15-ci suala baxırıq. Hansı söz deməli verilən şərtlərdən hər ikisini ödəyir. Yəni, burada baxacam, hansı söz hər iki şərti ödəyir. Tələffüz zamanı səs artımı baş verir. Şaxtalıdır sözünün tələffüzü şaxtalıdır deyə tələffüz olunacaq. Deməli, buradan yazaq. Şaxtalıdır. Ancaq tələffüzlərini yazıram. Burada x-t hərf birləşməsi olduğu üçün burada mən d kimi tələffüz elədim. Şaxtalıdır. Və dır xəbərli şəkilçisi tələffüz zamanı dı kimi tələffüz edilir. Əgər dır leksik şəkilçi olsaydı, onda isə olduğu kimi tələffüz edərdik. Şaxtalıdır sözündə tələffüz zamanı səs artımı baş verdimi? Xeyr. Tələffüz zamanı səs dəyişimi baş verdimi? Bəli. Mənə deyir ki, hər ikisini ödəsin. Deməli, A-nı seçə bilmərəm. Şairimizdir sözünə baxırıq. Şairimizdir kimi tələffüz olunacaq. Burada nə baş verdi? Burada A-i hərf birləşməsi arasına y daxil oldu. Amma səs artımı baş vermədi, hətta səs düşümü baş verdi. Səs artımı oldu, səs düşümü oldu, səs dəyişimi isə olmadı. Deməli, B-ni də silirəm. Əli, əyri sözündə əli, əyri, deməli, tələffüzdə heç bir fərq yoxdur. Bədniyyətli sözündə isə səs düşümü var. Bədniyyətli kimi tələffüz olunacaq. Bilirik ki, iyyət və iyyə hissəcikləri tələffüz zamanı y-nın biri düşür. Bədniyyətli kimi tələffüz olunacaq. T samitindən sonra da l hərfi gəldiyinə görə burada l hərfi fərqli tələffüz olunacaq. Anamla sözünə baxırıq. Anamla sözündə isə anamla deyə tələffüz olunacaq. Burada da deməli lalə sonda olan lalə hərfi nandən kimi tələffüz olunur. Əgər feil deyilsə, ismi artırılıbsa, yox əgər bu lalə feili artırılarsa, onda dadə, nanə, rarə kimi tələffüz olunacaq. Burada ismi artırdığımıza görə nandən kimi tələffüz edəsiyik və burada həm səs dəyişimi var, həm səs artımı var. Səs dəyişimi l samitimiz dəyişdi n samitinə, bir də əlavə n samiti əlavə oldu. Deməli, cavabımız Y variantıdır. 16-cı suala baxırıq. 16-cı sualda nöqtələrin yerinə hansı fikir yazılmalıdır? Deməli, səliqə sahman doğru yazılıb, obyekt doğru yazılıb, münbit isə yanlış yazılıb, münbit yazılmalıdır. Hələ ki də biz bunu gördük. Eyni suallar variantlarla tanış olaq. Bütün sözlərin yazılışı yanlışdır, səhvdir. Çünki mənə deyir ki, hansı fikir yazılmalıdır? Bütün sözlər yanlış deyir axı. Burada iki sözümüz doğrudur, biri yanlışdır. Dil önü dodaqlanmaya sait var. Baxaq. Dil önü dodaqlanma E var. Burada Ü var. Deməli, sonra yox, Ü qapalıdır. Bu da qapalıdır. Bunu götürürük. Deməli, sözlərin yazılışı ilə deyilişi arasında fərq yoxdur. Yanlışdır. Obyekt deyə tələffüz olunur. Obyekt. Bu cür tələffüz olunur. Sözlərin fərqi yoxdur, silirik. Bütün sözlərin yazılışı doğrudur, yanlışdır. Burada münbit sözü yanlışdır, silirik. Qarşı olmayan samitlərin hamısı cingiltilidir. Burada h samitimiz var. H samitimiz də isə kar qarşılığıdır. Dil önü dodaqlanmayan sait var. Dil önü dodaqlanmayan sait var. Deməli, münbit sözündə
səliqə səhman sözündə, bir də obyekt sözündə dilini dodaqlanmayan saitimiz olduğuna görə B variantını seçirik. 17-ci suala baxırıq. Qandır sözünün fonetik təhlilə bağlı deməli hansı fikri əminliklə demək olar? Ümumiyyətlə bu söz iki cür düşünülə bilər. Bir var, qandır, vurğu birinci hecada olar. Bir də var qandır. Yəni dırdır feil olduğu zaman. Burada isim olduğu zaman bilirik şəxs sonlu vurğu qəbul etmir. Burada isimə qoşulub dırdır xəbərli şəkil kimi çıxış edə bilər. Burada qandır, qandır deyib deməli dırdır leksi şəkil kimi feil üzərindən şəkil kimi çıxış edə bilər. Deyir yazılışı və deyilişi fərqlənmir. Bunu deyə bilmərik. Əgər isim olarsa, bax qeyd etdiyimiz kimi bu qandır kimi tələffüz oluna bilər. Amma feil olduğu zaman isə qandırmaq feili kimi olarsa tələffüzdə fərqlənmir. Ona görə də bunu dəqiq demək olmaz. Bilmirəm, burada isimdir, yaxsa feildir. Ona görə yazılışı və deyiliş fərqlənmir, silirəm. Səslərin sayı hərflərin sayından azdır. Bunu da deyə bilmərəm. Feil olduğu zaman heç bir səsdə fərq yaranmır. Amma isim olarsa qandır kimi tələffüz olunur. Bunu da silirəm. Cinciltili samitlə başlayıb cinciltili samitlə bitir. Bunu da deyə bilmərəm. Çünki isim olduğu zaman saitlə bitir. Amma feil olduğu zaman samitlə başlayıb samitlə bitir. Bunu da silirəm. Tərkibində iki qapalı heca var. Ümumiyyətlə, qapalı heca, açıq heca nədir? Sonu samitlə bitən hecaya qapalı heca deyilir. Sonu saitlə bitən hecaya açıq heca deyilir. Uşaqlar, bir şey yadınızda saxlayın ki, deməli, fonetik təhlildə heca sözün yazılışına görə aparılır. Yəni, bunu mən hara fırlatsam, bunun hecası yenə qandır hecasına bölünəcək və sonu samitlə baş bitən heca olur, sonu samitlə bitən heca olur. Ona görə də tərkibində iki qapalı heca var. Açıq heca isə sonu saitlə bitən hecadır. Sonur samitlərin sayı 2 ədəddir. Bu da səhvdir. Çünki əgər dediyim kimi feil olarsa 2 dənə olar, isim olarsa bu 1 dənə olacaq. Cavabımız D variantıdır. 18-ci suala baxırıq. Hansı sözün tələffüzü səhv verilmişdir? Deməli, şənlənmək sözü şənlənmək deyə doğru verilir. Şənlənmək. Aha. Sonra memarlıq. Memarlıq sözündə uzanma var uşaqlar. Memarlıq deyə tələffüz olunacaq. Cavabımız B variantıdır. Döyüşkən sözü şırkır hərf birləşməsi tələffüz zamanı ikinci samitimiz cinciltili tələffüz olunur. Doğrudur. Sərhədlər sözü D samitindən sonra L hərfi gələrsə fərqli tələffüz olunur və bıdırcıcı qaydasında D samitindən sonra özündən sonra samit gələrsə sözün sonunda bu kar tələffüz olunur. Uşaqdır sözdə bayaq dediyim kimi dır xəbərli şəkilçisi isimə qoşularsa, xəbərli şəkilçisi olarsa, burada dır kimi tələffüz olunacaq. Burada doğrudur. 19-cu suala baxırıq. Sözün orfoqrafiyası, orfoqrafiyası eynidir. Bəli, hambal sözü hambal yazılır, hambal tələffüz olunur. Sözdə yalnız cins saitlər var. Ümumiyyətlə, sözdə sait söhbətini eləyirsə, mən bunun tələffüzünə baxacam. Dərəyə sözü, dəriyə sözü kimi tələffüz olunur. Burada deməli, açıq saitimiz qapalı saitə keçir. Cavabımız bəhddə pozulub deyil. Yalnız cins saitlər var. Xeyr, burada artıq nə hansı sait oldu? Qapalı sait olmuş oldu. Sözün yazılışı düzgündür. Qəhrəman, bəli. Sözdə 2 K səsi var. Bəli, kardioloq. Sondakı Q samitimiz də K kimi tələffüz olunacaq. Bəyanat, bəli, bəyan eləmə sözündəndir. Bəyanat sözündə də uzanmamız olduğuna görə Y variantımız da doğrudur. Deməli, cavabımız oladı B variantı. Ümumiyyətlə, bir şey hər zaman yadınızda saxlayın ki, bizdən sait samit soruşulursa, sözün hər zaman tələffüzünə baxasıyıq. Bir işi görərkən soyuqqanlı və təmkinli olmaq istəyirdi cümləsində Q samitinin düzgün tələffüzünü yazın. Bir işi görərkən burada olacaq soyuq sözü, soyuq. Çünki özündən sonra nə gəlir? Samit gəlir. Soyuq, qanlı, təmkinli. Burada Q samitimizdə soyuq, qanlı, təmkinli olmaq olacaq istəyir. Çünki Q samitindən sonra sait gələrsə, burada sondakı Q samiti X səsini verəcək. Əgər özündən sonra samit gəlsəydi, X səsini verəcək. Cavabımız A variantı. 21-ci suala baxaq. Tələffüz formasına verilmiş hansı sözlərin yazılışı müxtəlif cür izah etmək olar? Deməli,
Qəhtan sözünü biz müxtəlif cür izah edə bilmərik. Boya sözünü, yəni tələffüz hansı sözün yazılışı müxtəlif cür izah etmək olar. Boya elə boyadır, rəng mənasında da olsa, deməli, yəni boyamaq feili də olsa eyni cür. Amma qarıya sözü, bir var qara sözü, qara rəngə, yəni qaraya çalırdı. Məsələn, bunun tələffüzü olacaq qarıya. Yəni qarıya, qara, deməli, sonra qarımaq mənasında olsa, hər hansı bir qoca, bir də var ki, qocaya, yəni qocalmaq mənasında, yəni qarımaq mənasında, bir də qarıya, yəni qarıya bu mənada. Biri üçdür. Səndən, yəni səndən, bir var sənlə getdin, bir də var səndən. Həm lalə nandən kimi tələffüz olunur, həm dandən nandən kimi tələffüz olunur. 1-5. Bir də var körpüyə. Bir var körpə uşaq mənasında, bir də var körpü mənasında. Bir də 6, 3, 5, 6 doğru cavabımız 21-də D variantı. 22-ci suala baxaq. 22-ci sualda nədir? Əvvəlində müvafiq işarələr qoyulmuş. Deməli, sözlər əsas cədvəldə uyğunluğu müəyyən edir. Qaranlıq gecələr qaranlıq kimi tələffüz olunacaq. Deməli, sözümüzü yazaq. Qaranlıq sözü qaranlıq kimi tələffüz olunacaq. Qaranlıq kimi tələffüz olunacaq. Olmasa ulduzlar kimi tələffüz olunacaq. Yazılışı ilə deyiliş arasında iki fərqli məqam var. Baxaq, qaranlıq sözündə deməli, L hərfi və X hərfi dəyişdi. Deməli, yazılışı dəyişən iki fərqli məqam var. Bir doğrudur. 3 samit qarşılığı yoxdur. R-nın, bəli, 3 samitin qarşılığı yoxdur. 2 də doğrudur. 3 samitin deməli qarşılığı yoxdur. Bura baxırıq indi. Ulduzlar sözündə bir də 2 samitdir. Bizdə də 3 samit. Mən 3 yanlışdır. 3-ü çıxarıram variantlarımdan ki, məni çaşdırmasın. Mən 1-2-nə baxıram. Artıq mən 1-2 seçdiyimə görə cavabım Y variantıdır. Amma yenə də sual baxaq. Bir samiti kardır. Deməli, kar samitimiz bir dənə X-dadır. Doğrudur. Yanlış verib bizə. Tərkibində iki kar samit var. Baxırıq ki, bir dənə samit var. Burada da isə ümumiyyətlə kar samit yoxdur. 5 də buna görə səhv. 23-cü suala baxırıq. Hansı sözün hərf tərkibi arasında daha çox fərq var? Sözlərimizin tələffüzünə baxaq. Poema sözü poema tələffüz olunacaq. Deməli, burada 2 fərqli məqam var. Natrium sözündə 1 fərqli məqam var. Realizm sözündə 1 fərqli məqam var. Qanadlanmaq sözündə burada T, burada D, burada M, burada X. Burada artıq 4 fərqli məqam var. Hoppanmaq sözündə 1, 2, bir də 3. Deməli, ən çox Y variantı qanadlanmaq sözündə fərqli məqamımız oldu. Ümumiyyətlə, P, Ç, T kimi sözlərdə ikinci samitimiz cinciltiləşir. Qız samit birləşməsində isə biri kar olur, ikinci samitimiz olduğu kimi qalır. D-dan sonra samit gəldiyi üçün D samitimiz T-yə çevrilir. Burada M samitindən sonra M hərfi gəldiyinə görə bu da M samitimiz M hərfinə çevrilir və milli mənşəli sözlərimizdə sonda gələn Q hərfi X kimi tələffüz olunur. Bu da buna görə belə oldu. 24-cü sualımıza baxaq. Dostpərəstlik sözüdür. Ümumiyyətlə, uşaqlar bir şey yadınızda saxlayın ki, sıxı hərf birləşmə sözün kökündə olarsa, burada biz bilirik ki, pərəst şəkilçidir və sıxı hərf birləşmə sözün kökündə olduğuna görə, ondan sonra samitlə başlayan şəkilçi gəldiyinə görə, buradakı T düşəcək, tələffüzdə olacaq dost, pərəst və T-dan sonra L hərfi gəldiyinə görə pərəstlik kimi tələffüz olunacaq. Dost pərəstlik kimi. İndi biz burada hansı samitləri itirmiş olduq? Gəlin, baxaq birlikdə. Deməli, T samitimizi itirdik, sonra L samitimizi itirdik, sonra da bir də Ç samitimizi itirdik. Deməli, 1, 3, 5 bizim doğru cavabımızdır. 25-ci suala gəlin, baxaq. Cədvəldə uyğunluğu pozan sözləri müəyyən edin. Ç hərfi Ç kimi tələffüz olunur. Bizə uyğunluğu pozanları dediyinə görə biz deməli tələffüz olunmayanları seçəsirik. Çuvar sözündə bəli Ç kimi tələffüz olunur. Biri silirik. Diktafon sözündə isə K səsini verir. Bizə lazımdır 2. Klinika sözündə
K səsini verir. Bizə lazımdır 3. Burada isə deyir Ç hərfi K səsini versin. Obyekt sözündə K-nı verir. Bunu silirik. Lütfkar sözündə Ç səsini verir. Bu bizə lazımdır. Funikülyor sözündə K səsini verir. Bizə lazım deyil. Deməli, doğru cavabımız 2, 3, 5-ci oldu. Sağ olun uşaqlar, hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti imtahanda görüşənədək.